Salam hörmətli müəllimlər. Bugünkü videomuzda 2025-ci il müəllimlərin işə qəbulu imtahanında iştirak etmiş müəllimlərin yaddaşlarında saxladıqları test tapşırıqlarını, eləcə də həmin sualların formatına uyğun hazırlanmış əlavə testləri birlikdə təhlil edəcəyik. Bildiyiniz kimi, imtahan sualları rəsmi şəkildə təqdim edilmədiyindən, müəllimlərin yaddaşlarında qalan versiyalar əsasında sualları mümkün qədər bərpa etməyə çalışırıq. Yeri gəlmişkən fürsətdən istifadə edərək sualların toplanmasında, paylaşılmasında, bərpasında əməyi keçən bütün müəllimlərə öz təşəkkürümü bildirirəm. Məhz sizin dəstəyiniz sayəsində imtahanın məzmununu daha yaxından öyrənmək və namizədlər üçün faydalı materiallar hazırlamaq mümkün olur. Buna görə çox sağ olun. Və təqdim etdiyim bu test toplusunda bütün 40 test tapşırığı yer almadığı üçün çatışmayan bəzi tapşırıqları imtahanın üslubuna və formatına uyğun şəkildə özüm hazırlamağa çalışmışam. Buna görə də testlərin bir qismi real imtahanda istifadə olunmuş suallarla tam və ya qismən eynilik təşkil etsə də, digər qismi həmin formata uyğun hazırlanmış nümunələrdir və orijinal suallarla tam üst-üstə düşməyə bilər bəzi test tapşırıqları. İndi isə gəlin sualları bir-bir təhlil edək və vacib məqamlara birlikdə nəzər salaq. İlk test tapşırığımız leksikologiyadandır. Sizə ingilis dilindən leksikologiya, yəni söz ehtiyatınız yoxlana bilər. Reading comprehension, oxuyub anlama bacarıqlarınız yoxlanır və qrammatik bilgiləriniz yoxlanır imtahanda. Və birinci test tapşırığımız leksikologiyadan definition testidir. Leksikologiyadan sizə situasiyaya uyğun cümləni tamamlama, müvafiq sözlə cümlə tamamlama, ya definition testi belə də düşə bilər, matching formasında da düşə bilər, sözlərlə definitionları əlaqələndirmək və yaxud da ki, sinonim formasında, antonim formasında fərqli-fərqli formalarda düşə bilər. İndi, altından xət çəkilmiş sözümüz oblivious sözüdür. Oblivious sözü unaware deməkdir. Yəni not noticing. Belə deyim də sizə, fərqində olmayan, xəbərsiz olan, diqqət etməyən deməkdir. Elə bu sözün mənasını bilsək, sinonimi elə unaware olduğu üçün doğru cavabın B olduğunu bilərik, əgər sözü öncədən biliriksə. Deyir ki, the boy was oblivious to the noise around and kept reading peacefully. Oğlan ətrafındakı səs-küydən xəbərsiz idi, yəni məhəl qoymadı və sakit-sakit oxumağına davam etdi. Və unaware of something happening around elə ətrafda baş verəndən xəbərsiz, bixəbər, fərqində olmayan mənasını verir. Və unaware da xəbərsizdir, müəllimlər. Bu ofdan işlənir. Amma diqqət edin ki, oblivious isə to ilə işlənir. Oblivious to. Və adətən biz bu sözü, məsəl üçün bir təhlükənin fərqində olmamaq, oblivious to the danger, bir problemin fərqində olmamaq, ətrafda baş verənlərin fərqində olmamaq, adətən bu söz bu situasiyalarda istifadə edilir. Bir də bu sözlə bağlı sizə önəmli bir qayda deyim ki, oblivious to the fact that kimi özündən sonra cümlə alıb da istifadə edilə bilər. Necə ki, siz öyrənmişsiniz, məsələn, despite cümlə almır, ziddiyyət bildirir. Despite the fact that artıq cümlə alır. In spite of the fact that cümlə alır. Oblivious to the noise. Burada artıq cümlə almayıb özündən sonra ətrafdakı səs-küy gəlibdir. Amma mən oblivious to the fact that desəm, artıq cümlə ilə işlədə bilərəm. Misal da deyə bilərəm. Məsələn, deyirəm ki, he kept spending money oblivious to the fact that he was running out of savings. Yəni o yığdığı pulun tükəndiyindən xəbərsiz halda pul xərcləməyə davam edirdi. Oblivious to the fact that özündən sonra cümlə və yenə də xəbərsiz halda, bilmədiyi halda, məlumatsız olaraq kimi tərcümə edilə bilər. A variantı niyə deyil? Focused on the natural sound deyir. A variantı deyir ki, təbii səsə fokuslanmış. Əksinə, burada ümumiyyətlə xəbərsizlik, fokuslanma yoxdur. C variantı məyus olmaq deyir səsdən. Təbii ki, sözün mənası bu deyil. D-də hədsiz dərəcədə bezmək mənasını vermir. Y variantı eager to participate in a discussion. Diskusiyaya qoşulmağa istəkli, həvəsli. Bu da deyil. Yəni willing olsa istəkli, həvəsli deyərdik. Amma Y variantı uyğun deyil. Birinci test tapşırığımızda testin düzgün cavabı olacaq B bəndi. Sual 2. Choose the correct exclamatory sentence. Düzgün nida cümləsini seçin. Nida cümlələrinin
Qaydalarını xatırlamağa çalışırıq. What'la isimli birləşmələri, how ilə sifət və zərfi vurğuluyurduq nida cümlələrində. Məsələn, baxan kimi ən diqqət etməli olduğunuz məqamın biri budur ki, how'nun, to'nun, so'nun, enough'ın yanında article gəlməz. Heç bir article, heç bir strukturda. Yəni biz burada house deyə bilmirik. Eləcə də harda sifətin yanında isim gördünüz. Bax, harda gördünüz sifətin yanında isim var və orada how vermişik. Bilin ki, mütləq ki, o səhvdir. Sifət plus isim, heç bir təyin edicisiz isim varsa, orada how ola bilməz. Y variantını özümə əlavə etmişəm. Testdə 4 dənə variant verildiyi üçün. Yəni tam olaraq format tamamlansın deyə. Bəzən müəllimlər çaşırlar nə ilə? Ona görə Y variantını bu cür salmışam. Adi elementar qaydadır. Bəzən müəllimlər deyirlər ki, müəllim, with a sayılmır, amma önündə sifət var deyə biz onu artiklına verməməliyik. Elə deyil müəllimlər. Onu çaşdırmayasınız. Bəzi istisna ifadə yaradan isimlər var. Tutaq ki, education sayılmır. Hə, deyirik a primary education ifadə kimi eynən işlənir. Nə bilim, accommodation olsun, a good sleep deyirik, yaxşı bir yuxu. Time sayılmır özü, amma biz mütləq a good time deyirik. I have breakfast deyirik, amma I have a big breakfast deyirik. Önündə sifət alanda düzdür. Bəzi isimlər normalda artiklla işlənməsə də, önündə sifət alanda artıq bunlar ifadə şəklində en artiklla işlənə bilir. Qeyd etdiyim isimlər. Amma bu o demək deyil ki, siz elə bütün sayıla bilməyən isimlərin qarşısına sifət qoyub onu artiklına verməlisiniz. Xeyr. Sayıla bilməyən isimlər en artikl ilə işlənməz, cəmlənməz, yenə də həmin qayda olduğu kimi qalır. Burada da hava sözü qeyri-müəyyənli artikl ilə işlənməməlidir. Çünki axı sayılmır. D variantına baxırsınız. D variantında what an interesting movie was it? Və biz burada inversiya etmirik. İnversiyanı hansı məqamlarda etdiyimizi bilirsiniz. Only ilə başlasa cümlə negativ adverblərlə başlayar, sözünlü ifadə cümlə başına keçər və s. O zaman, yoxsa mən durub nida cümləsində baxmalıyam ki, köməkçi feil mübtədanın önünə keçməsin. Məhz belə olan halda əlimizdə nə var? A variantı. Bunu da təhlil edirik. How yanına sifət alar, zərf alar. Və özündən sonra gələn ismi mütləq determinusla istəyir. Çünki artıq o sifəti təyin edib burada. How exhausted the elderly man looked. How'lu nida cümlələrində heç vaxt how'dan sonra sifət və plus isim vermisinizmi? Heç vaxt məsəl üçün belə deyim də sizə. How exhausted the elderly man he was. Bu şəkildə istifadə etməyəcəksiniz. İndi burada nə deyir? How exhausted the elderly man. Burada bütövlükdə elderly man gördüyünüz kimi bizim mübtədamızdır, subjektimizdir. Yaşlı adam necə də yorğun görünürdü. Look da link verb'dür, onsuz da sifətlə işlənir, zərflə işlənmir. Yəni siz burada bir sözlə how'lu nida cümlələrində subjekti görürsünüz. Heç vaxt çaşıb üstə gələk how exhausted the elderly man he was, he looked. Özündən sonra bir dənə də deməli mübtəda vermirsiniz, ikinci bir obyekt vermirsiniz. Çünki bu what'lu nida cümlələrinə aiddir. O cür ikili obyekt. Məsələn, what an interesting movie it was. Mən movie də deyə bilərdim burada. Üstə gələk əvəzlik də deyə bilərdim it. What'lu nida cümlələrində. Amma how ilə olan nida cümləsində siz burada vurğuladığınız mübtədadan sonra üstə gələk bir dənə də əvəzlik deməyəcəksiniz. Və verilən bütün qaydaları təhlil etdikdə görürük ki, A variantımız doğrudur. Üçüncü test tapşırığımız phrasal verbs aiddir. Yəni phrasal verblərə aid olan bir test tapşırığıdır. Sabit ifadələrdir phrasal verblər. Baxırıq. You cannot do whatever you want. Sən hər istədiyini edə bilməzsən. Now you are a dad. Artıq sən bir atasan. You must your responsibilities. Sən gərək öz məsuliyyətini qəbul edəsən. Yəni, belə deyim də sizə. Face up to, elə düzgün cavabımız face up to olacaq. Niyə? Face up to çətin bir vəziyyəti, məsuliyyəti qəbul etmək və üzləşmək mənasını verir. Burada da sən hər ağlına gələni edə bilməzsən. Sən artıq bir atasan və məsuliyyət daşımalısan. Məsuliyyətlə üzləşməlisən, üstünə götürməlisən. Elə A variantı düzdür. Get rid of canını qurtarmaqdır. Situasiyaya uyğun deyil. Biz burada atalıq məsuliyyətindən canını qurtarmalısan demirik. Look down on. Look down on yuxarıdan aşağı baxmaq deməkdir. Kiməsə yəni yuxarıdan aşağı baxmaq o deməkdir ki despise, yəni xor görmək. Amma look up to bu look down on'un tam tərsidir. Look up to da heyran olmaqdır, admire. Amma look down on yuxarıdan aşağı baxmaq deməkdir.
Back out of. Bu isə verdiyi sözdən geri durmaq, geri qaçmaq, geri çəkilməkdir. Back var içində. Run out of isə tükənmək və bitmək deməkdir ki, situasiyaya burada sadəcə A bəndi uyğun gələcək. Dördüncü test tapşırığımız atalar sözü ilə bağlıdır. Which proverb best completes the meaning of the given sentence? Atalar sözlərindən hansı verilmiş cümlənin mənasını ən yaxşı formada tamamlayar? The boy couldn't play the guitar. Bizə deyir ki, oğlan gitarı çala bilmirdi, but he tried every day. Amma hər gün məşq edirdi. And at last və nəhayət ki, he could play it well. O bunu çox yaxşı formada ifa edə bildi. Deməli, gitarı çala bilmirdi, cəhd etdi, çalışdı, vuruşdu. Nəhayət ki, bunu çox gözəl formada ifa etməyi bacardı. All that glitters is not gold. Bu deməkdir ki, hər parlayan qızıl deyil. Yəni bu situasiyada istifadə, yəni hər yaxşı kimi gördüyün yaxşı demək deyil deməkdir. Birds of a feather flock together. Bu taylı tayını tapar deməkdir da. Yəni bir sözlə hər kəs su axar çuxurunu tapar bu mənada. A leopard cannot change its spot. Leopard necə deyirlər, donuz darıdan əl çəkməz. Yəni bir sözlə leopard heç vaxt öz formasını dəyişməz. İnsan huylu huyundan vazgeçməz deyirlər türklər. Yəni insan nədirsə odur. Xasiyyətini dəyişməz kimi situasiyalarda istifadə edilir. Rome wasn't built in a day. Roma bir günə tikilməyibdir. Yəni o deməkdir ki, səbirlə hər şeyə nail olmaq olar. Yəni ola bilsin ki, əvvəldə sən bu gitaranı ifa edə bilmirsən, amma cəhd edirsən, çalışırsan, vuruşursan və nəhayətində buna bir gün nail olursan, elə bir insan nəyisə, məsələn, birdən-birə tutaq ki, biz istəyirik ki, gedib MİQ imtahanından 95 bal yığaq. Amma heç bir bazamız yoxdursa, birdən-birə təbii ki, mümkün olmayacaq. Amma Rome wasn't built in a day o demək ki, yəni səbirli olsaq, zaman lazımdır bir sözlə, əmək lazımdır, vaxtı gələndə nail olmaq mümkündür. Curiosity killed the cats. Bu isə maraq adamı bəlaya salar deməkdir. Yəni burada pişiyi öldürər, o deməkdir ki, həddən çox maraq göstərmək nəyəsə insanın başını bəlaya salar. Dördüncü testdə dediyimiz situasiyaya uyğun testdə cavabı götürürük D variantı. Beşinci test tapşırığında bizdən düzgün inversiya edilmiş cümlə istənilir. Deməli, no sooner özü bilirsiniz ki, birinci qəlib olaraq deyim ki, hardly, barely, scarcely, when, no sooner zənlə işlənir. Heç vaxt zənin olduğu tərəfdə inversiya etməyin. Məsələn, zəndən sonra baxın, burada rings a bell. Çünki zən inversiya istəmir. Biz inversiyanı durub dururkən etmirik. Cümlə başında only gələr, cümlə başında inkar zəflər gələr. Yəni konkret ifadələr var, sözönlü ifadələr gələr, nə bilim theyə, hiyə gələr cümlə başında, biz onda inversiya qaydalarını düşünürük. Burada no sooner inkar olduğu üçün elə öz tərəfində də inversiyanı alacaq. Məsələn, no sooner cümlə başında gəlib Y variantında inversiya alsa da ikinci tərəfdə də inversiya alıbdır, ona görə də səhvdir. Sonra B variantına baxırsınız, ring, rang, rang. Və bu məqama diqqət edirsiniz, bitmiş formaları biz harda istifadə edirik? Məchul strukturlarda to be-dən sonra, bitmiş zamanlarda have, has, had-dən sonra istifadə edirik. Feillərin mütləq yazılışlarına çox diqqət etməlisiniz. Və daha sonra baxıram D bəndinə. I had no sooner watched TV than the bell rang. D variantı niyə səhvdir? Çünki burada inversiya yoxdur. Sadəcə desəydi ki, düzgün cümləni seç. No sooner cümlə ortasında gələndə inversiya istəmir. Amma başa keçdi, inversiya istəyir. Amma bizdən inversiya olunmuş cümlə deyirsə, burada inversiya yoxdur deyib bunu çıxıram. C variantında ümumiyyətlə inversiya sırası səhvdir. No sooner cümlə başında olub, sonra had gəlməli idi. Had cümlənin başında keçibdirsə, axı bu sual cümləsi deyil, sonuna baxırıq ki. Məhz bu baxımdan doğru cavabımız qalır burada nə? A variantı. Baxırıq, no sooner öz tərəfində inversiya alıbdır. Keçmiş, bitmiş zamandırsa had önə keçir və unutmayın. İnkar sözdən sonra köməkçi feil, mübtəda, xəbər. Zən olan tərəfdə də inversiya vermirik. Cavabımız A bəndi. 6-cı test tapşırıqlarımız sözönlülərə aiddir. Complain about this. Yəni, mən bu barədə şikayət edəcəm. Complain, şikayət etmək, gileylənmək deməkdir. Bu mənanı verir. Roar with laughter.
ürəkdən gülmək deməkdir, qəhqəhə çəkmək deməkdir və növbəti in secret isə gizlicə mənasını verir. Onlar gizlicə evlənmişdilər. Yəni bir də C olacaq, 2 də B olacaq. C, B, A. Doğru cavabımız 6-cı sualda B variantı. 7-ci test tapşırığımıza baxaq. 7-ci test tapşırığı bərpa ediləndə A variantında definition, məsələn, bax bu formada yazılıb, amma mən bunu dəyişmişəm düzünə qalsa. Deməli, burada 3 dənə sözdən istifadə edilibdir. Gəlin, əvvəlcə mən bunu deyim, ondan sonra ki, məsələn, baxın, birinci sözümüz nəzakətsiz, ikinci sözümüz decisive. Decisive həm qətiyyətli, qərarlı mənası var, həm də həlledici mənası var. İndi burada həlledici mənası düşübdür. Desperate isə çox ümidsiz, çarəsiz deməkdir. Yəni birincisi nəzakətsizə təbii ki showing rudeness göstərəcəyik, yəni kobudluq nümayiş etdirən, düşüncəsiz deməkdir və çarəsizə də little hope götürürük də, yəni ümidi olmayan bir sözlə bu cürdür. O ki qaldı decisive. Decisive qərarlı deməkdir. Adətən biz A variantındakı mənaya müəllimlər, A variantındakı extremely important, completely necessary dediyimiz bu essentialdır, crucialdır, vitaldır. Ona görə indi ola bilər ki, mən dəqiq sualı görməmişəm. Ona görə birinci variantını dəyişmişəm. Bu mənası da baxın imtahanda düşmüş. Decisive, decisive. Baxın, eynən buradakı kimi həlledici mənasını verir. Baxın, very important for the final result of a particular situation. Yəni, həlledici deməkdir. Son, xüsusi bir situasiyanın son nəticəsi üçün vacib olmaq. A decisive factor həlledici bir faktordur. Həlledici bir qələbədir. Həlledici bir döyüşdür. Biz istifadə edirik bu sözləri. She played a decisive role in the peace negotiations. O sülh danışıqlarında çox həlledici bir rol oynadı və yaxud da ki, çox mühüm bir rol oynadı. Yəni, bu mənada gedir. Decisive. Digər mənası da, deməli, elə qərarlı deməkdir. Baxın, sualda ona görə də bu formada A variantın very important for the final result of a particular situation. Yəni, buna ən uyğun gələn variantı budur. İkincisi isə decisive ən çox işlənən mənası qərarlı və qətiyyətli deməkdir. Qərarlı, qətiyyətli, yəni həlledici mənasında yox. Məsələn, burada biz persevering deyə bilərik də decisive ki, yəni əzmkar, qətiyyətli. Və beləliklə 7-ci test tapşırığımızda doğru cavabımız oldu. 1 də B variantı, 2 də A variantı, 3 də desperate C variantı. Testin doğru cavabı C bəndi. Sual 8. Choose the correct numeral. Düzgün sayı seçin. Say mövzusuna aid olan bir test tapşırığı görürük. Gəlin baxaq. A variantı. Biz öyrənmişik ki, sayılar, faizlər özlərindən sonra isimə baxır uzlaşmada. Yəni, bunlar yox, isim uzlaşmada çıxış edir. Students cəmdə olduğundan dolayı onun xəbəri də mütləq gərək cəmdə olardı. Məhz bu baxımdan A variantı səhvdir. B variantına baxırıq. He spent a third of his income. Kəsir sayı düzgün ifadə olunubdur. Yəni, gəlirinin 3də birini deməkdir. Surətimiz E, məxrəc də o zaman sıra sayına keçir. S artırılmır. Okey, B variantı düzdür. C variantı. Hundred of peoples yox. Hundreds of people olardı. Yəni, ofla işlədəndə gərək sayın önündə rəqəm olmasın və biz onu S-lə istifadə edərdik. Hundreds of people. Adətən indi people-dır, cəmlənmir. Nə bilim, yüzlərlə xalqlar demirik də, biz adətən yüzlərlə insan deyirik. Hundreds of people olardı. Aclıqdan əziyyət çəkir yüzlərlə insan. Bu da səhv oldu. 3/4 of his work was done. Burada isə D variantında deməli, surətimiz birdən böyükdür. Məxrəc burada quotes cəmlənmiş formada istifadə edilməli idi. Yeri gəlmişkən, bu quota ilə bağlı da suallar çox olduğu üçün gəlin biz kitabdan da baxaq buna ki, ola bilsin ki, sual başqa formatda gələr, qarşımıza çıxar. Baxın, burada görürsünüz, a quota, one quota şəklində görürsünüz ki, yəni bildiyiniz kəsir sayıdır. Digərində isə 3 Burada isə cəmlənməli idi, yəni test tapşırığındakı kimi. 3/4 of an hour. Bax, bu formada, yəni gördüyünüz kimi 3-dən sonra cəmlənmiş formada istifadə edilməsi düzdür. Məsələn, burada nəyə görə üstündən xətt çəkiblər? 3/4 of a ton are yox, is veririk də biz. Çünki tək xəbər veririk. Mübtədamız
Kəsir saylarından ifadə ediləndə, kəmiyyət bildirəndə, zaman, məbləğ, məsafə bildirəndə xəbərimiz tək olurdu. Həmin qaydadır bu, burada qeyd olunan. Və digəri nədir? Digər qaydada, məsəl üçün, a quarter past 8, burada quarter'ın saatlarla istifadəsidir. Bilirsiniz, 15 dəqiqə deməkdir. A quarter şəklində istifadə edilir. A quarter şəklində istifadə edilir. Bir də mən sizə bu qaydanı demək istəyirəm. Demək istədiyim qayda nədir? Əziz müəllimlər, testlərdə bax diqqət edirsiniz ki, gördüyünüz kimi three quarters bu şəkildə düşüb də, düzdürmü? Yəni biz fractions özünüz bilirsiniz ki, bir var ki, defisli təyinlər. Məsələn, ismin önündə tutaq ki, bax money puldu sayılmır. Amma not əskinaz o da puldu, o sayılır. Bu öz yerində. Ona görə də biz money ilə e artiklı vermirik, notla veririk. Və biz öyrənmiş ki, isimlərin önündə gələn defisli təyinlər cəmlənməz. A 10 pound note, a $100 bill. Görürsünüz ki, defisli təyinləri cəmləmirik. A 5-day course. Amma defisli təyini cəmləmirik deyə durub kəsir sayı bu sizi qarışdırmasın ha ki, yəni çaşmayasınız. Yəni burada kəsir sayıdırsa, surət birdən böyükdürsə, məxrəc sıra sayına keçib esini artıracaqsınız. Bu qayda ilə bu qaydanı bir-birindən qarışdırmırsınız. Üstə gələk də belə bir şey yadda saxlayın ki, bu kvota özü də three quarters, okey, düzdür. Amma ismin önündə təyin edici kim olanda görürsünüzmü ki, kəsir saylarının esi düşmür. Amma three quarter, kvotanın esi ismin önündə düşə bilir. Necə ki, buradakı kimi təkidlənibdir three quarters şəklində. Amma ismin önündə təyin edici kimi gəlirsə, ismin önündə gəlirsə, artıq digər yuxarıdakı, bax bu punktdakı qayda kimi sonundakı s düşür. Amma digər kəsir saylarında biz o s-i saydan düşürmürük. Yəqin ki, bu qaydamız da aydındır. Testimizə keçid alaq, görək harda qalmışdıq. Bax burada da gördüyünüz kimi eynən kitabdakı cümlədir, formadır. Three quarters of olardı. Amma o quota isimli bir birləşmənin önündə təyin edici funksiyasında gəlsə, defislə, bəli, o zaman onun, tutaq ki, belə deyim də, cəm formasındakı s düşə bilər. Y variantına baxırıq. 3/5 elə başından yanlışdır, çünki surətimiz birdən böyükdürsə, məxrəc sıra sayına keçər və əlavə s də artırırlar. Bu testin bütün qaydalarını təhlil etdik və doğru cavab olaraq götürdük B bəndi. 9-cu test tapşırığımıza baxırıq. In which option is ly marker of the adverb used correctly? Aşağıdakı seçimlərin hansında ly markeri şəkilçisi düzgün şəkildə istifadə edilmişdir? Baxırıq A variantında. Bildiyiniz kimi fasli deyilən bir variant yoxdur. Yəni bu variant tamamilə səhv strukturdur. Ona görə də bunu götürmürük. 2. I found it difficult to solve the puzzle. Əslində sualın şərtində bizə deyir ki, ly adverb marker düzgün işlənib, amma onda gərək bütün variantlarda biz ly şəkilçisi verək ki, şərtlə sual bir-birini tamamlasın. Əgər sual bu formada düşsə, yəni doğru deyil. Ola bilsin ki, yadda bu formada qalıbdı, ona görə heç nə demirəm. B variantına baxırıq ki, burada ümumiyyətlə ly markerindən söhbət getmir. Əziyyət çəkib baş sındırmağımıza dəymir. C variantına baxırıq. He kicked the ball high into the air olardı. Çünki məkanca bildiyimiz yüksəklikdən söhbət gedirsə, metrə ilə ölçə bildiyimiz, yəni ölçə bilmədiyimiz olsun. Yəni bildiyimiz fiziksel məkan nəzərdə tutulursa yüksəklik, o zaman sifət də olsa haydı, zərf də olsa haydı. Və məsələn, birds flew high, quşlar yüksəkdən uçurdu. Highly mücərrət mənada istifadə olunur. Yəni, highly artıq mücərrət mənadır və yüksək səviyyədə mənasını verir. Məkanca yüksəklik bildirmir, ona görə səhvdir. The sun shone brightly. Shine parlamaq feilidir, burada bir hərəkət var və hərəkətin necəliyini təsvir etmək üçün sifət yox, zərf veririk. The sun shone bright desəydim səhv olardı. Çünki hərəkətin necəliyini zərflə təyin etməliyik. Doğru cavabımız D variantıdır. She gave me a wrongly information deyəndə isə ismin önündə sifət olmalıydı. Wrong özü həm sifət, həm zərf kimi də istifadə edilə bilir, amma biz ismin önündə zərf yox, sifətdən istifadə etdiyimiz üçün ly şəkilçisi burada səhv istifadə edilmişdir. Doğru cavab D variantı. 10-cu test tapşırığımız idiomlara aiddir. Düzgün idiomu seçin. Cümləmizi oxuyuruq. I didn't want to be angry. İstəmirdim əsəbləşim.
But he irritated me. Amma o məni hövsələdən çıxardı və nəhayət ki, mən özümdən çıxdım deməli. Özümdən çıxdım demək istəyirəmsə, burada I lost my temper deyəcəm. Çünki lose one's temper elə özünü itirmək, əsəbdən özündən çıxmaq mənasını verir. Ona görə də doğru cavab A bəndidir. Bunun əksinə məsəl üçün desəydi ki, o məni nə qədər əsəbləşdirdi, amma mən hövsələdən çıxmadım. I kept my temper deyərdim. Keep my temper, yəni özümü saxladım, özümü cilovladım hisslərimi deməkdir. Amma lose my temper özümdən çıxdım deməkdir. Eləcə də control my temper şəklində də əsəblərini idarə etmək deməkdir. Yəni bir sözlə keep, control idarə edirik, lose-da isə özümüzdən çıxırıq, idarə edə bilmirik əsəblərimizi. Digər variantlara baxırıq. Be over the moon çox xoşbəxt olmaq deməkdir. C variantı met one's end, kimisə həyatının sona çatması, həyatını itirmək, ölmək deməkdir. Was in my good books. Bu kimisə rəğbətin qazanmaq mənasını verir. Spill the bean isə beans. Bu sirri açmaq və yaxud da ki sirri ağzından qaçırmaq. Give away-in də bu mənası var. Məsələn, give away-in bir mənası bağışlamaqdır ki, məsələn, bir mənası da deməməli olduğun bir sirri kiməsə açıqlamaq, reveal etmək deməkdir. Burada doğru cavabımız 10-cu test tapşırığında olacaq A bəndi. 11-ci test tapşırığımızda incorrect possessive case, yəni səhv işlənmiş yiyəlik hal soruşur. Diqqət edirsiniz, səhvimi axtarırıq, düzümü axtarırıq. Ona diqqət edirsiniz. Baxın, burada səhv olan B variantıdır. Nəyə görə? Çünki söz önü ilə mürəkkəbləşmiş isimlərdə cəm şəkilçisi söz önündən əvvələ, yəni birinci tərəfə, yiyəlik halı isə sona, S yapışmadan apostrof S formasında artırılmalı idi. Məhz bu baxımdan B variantı səhvdir. A variantı tamamilə düzdür. Heyvanların yiyəlik halı ofla dolardı, apostrof S-lə dolar. After 2 hours delay. Və biz bunu 2 saatlıq bir gecikmə deyiriksə, ya bunu defislə verib 2 hour delay şəklində veririk. Baxın, buradakı kimi. Özdə belə olan halda defislə veriləndə biz cəmlənmədən istifadə etmirik. İsmin önündə defisli təyinlərdə biz bu isimləri cəmləmirik gördüyünüz kimi. Baxın, 10, 2 hour lesson. 10 dərsdən gedir söhbət. 10 dənə 2 saatlıq dərs. Biz bunu cəmləmirik. Ya da bunu possessive case-ə salıb verməliyik. Possessive-ə salanda normalda bunun önündə article olmur. Sadəcə bəzi mənbələr bunun önündə article mürtəzədə yazır ki, optionaldır. O da mübahisə edir. Biri deyir olar, biri deyir olmaz. Adətən belə işlənir. Yəni, defislə versək, bu ifadəni defislə versək. Baxın, burada görürsünüz, defislə verilənlərdə mütləq sayıla bilən təkcə artiklın verəcək. Yəni, determinesi verəcəksiniz. Sayıla bilən tək ismi tək verməyəcəksiniz. An artiklından istifadə edirsiniz, defislidirsə. Yox, əgər yəliyə düşübdürsə, bax bu söz, yəliyə düşübdürsə bu formada, onda adətən artikl olmur, amma bəzi Eastwood kimi qrammatika mənbələrində bu kimi ifadələrin önündə mürtəzədə qoyur artiklı ki, yəni ola da bilər, olmaya da bilər. Bir sözdən olması da o qədər böyük bir səhv hesab edilmir. Aman da olmaz deyə bir qayda yoxdur. Belə formada da 2-dən sonra isim cəmlənib və apostrof artırılıbdır, doğrudur. D variantı Tom and Mary's joint project. Əgər ikisinə də aiddirsə, Tom və Mary'nin ikisinin burada da ortaqlı sözü var. Ortaqlı layihəsi. Deməli, ikisinin bir S olmalıdır. Bu da düzdür. Children kökündən dəyişən isimdir. Yiyəlik halı ilə apostrof S-lə düzəlir. Xəbər tək olacaq, çünki apostrof S-dən sonraki isim təkdədir. Bu da düzdür. Doğru cavabımız B bəndi. 12-ci test tapşırığımızda in which option is the adjective used correctly? Aşağıdakı variantların hansında sifət düzgün istifadə edilmişdir soruşur. Məsələn, A variantı səhvdir. Belə baxanda doğru görünə bilər. Birincisi wool, yundur. Wool'un da elə yundur da, yəni yundan hazırlanmış və wool özü sayıla bilməyən isimdir. Yəni siz bunu two wools, a wool şəklində də vermirsiniz. Və more wool'un tutaq ki, deməkdir ki, daha çox yunlu, amma olmur. Çünki wool'un nisbi sifətdir. Bu dərəcələnmir. Bunun dərəcəsi olmur. Bir şey ya yunludur ya da deyil. Yəni dərəcələnə bilən sifət deyil ki, mən bunu durum müqayisə dərəcəsindən işlədim. Bu yanlışdır. Any further information yox. Çünki further məkanca uzaq deməkdir. Further də məkanca uzaq deməkdir. İkisi bəzən interchangeable ola bilər, bir-birini əvəz edə bilər. Amma
Further'nin ekstra əlavə mənası var, amma further'nin yoxdur. Məsələn, get further education əlavə bir təhsil almaq deməkdir. Amma further information olmur. Daha uzaq informasiya yox, əlavə informasiya deməliyik. O da further olardı. C variantı match müqayisə dərəcəsi ilə işlənməli idi. Yəni much more profitable olardı. Bu da səhvdir. D variantı one of her most industrious students. One of-dan sonra isim də cəmdə olur. Onun ən çalışqan şagirdlərindən biri deməkdir. One of üstünlük dərəcəsi alır və üstünlük dərəcəsidir. Önündə niyə Z yoxdur? Çünki her də deterministdir. Yəni üstünlük dərəcəsinin önündə possessive adjective olduğu üçün Z yoxdur, her var. Bu düzdür tamamilə. Shakespeare's latest novel cümləsində isə Shakespeare'in belə deyim də sizə last romanı olmalı idi da latest. Latest bilirsiniz nədirsə? Latest silsilə davam edir, ən sonuncu deməkdir. Məsəl üçün mən bu videoları çəkirəm. Mən deyirəm ki, mənim bundan qabaq çəkdiyim ən sonuncu videom sertifikasiya 2025 video idi. Bu latest budur, ən sonuncu. Amma hal-hazırda da bu videonu çəkirəm. Bu silsilə davam edir. Sadəcə cari, axırıncı, sonuncudur latest. Amma Shakespeare artıq yaşamır və o yaşayıb, yaradıb və son bir dənə yekun romanı var ki, o da son olan, axırıncı, davamı olmayanda biz last deyirik. Doğru cavabımız 12-ci test tapşırığında olacaq D variantı. 13-cü test tapşırığımızda altından xətt çəkilən sözlərin antonimlərini soruşur. Antonimlərini. Calm bilirsiniz sakit deməkdir. Antonimi olacaq aggressiv. Respectful, hörmətcil, mötəbər, hörmət edən deməkdir. Amma antonimi rude deməkdir. Çox kobud, qaba, insanlara rəğbət etməyən, hörmət etməyən. Sincere, səmimi, sadə, olduğu kimi. Fake isə saxta deməkdir. Doğru cavabımız A variantıdır. Gəlin digər variantları da təhlil eləyək. Quiet, sakit deməkdir. Bu da sakit, bu da sakit, sinonimdir. Honest, dürüst, simple, sadə. Peaceful, peaceful, elə o da dinc, sakit. Polite, nəzakətli. Genuine isə dahi. Anxious, narahat. Arrogant, təkəbbürlü. Helpful, yardımsevər. Excited, həyəcanlı. Thoughtful, düşüncəli. Hypocritical, bu isə riyakar deməkdir. Yəni ikiyüzlü deməkdir, riyakar deməkdir. Yəni bu mənada istifadə edilir ki, bir sözlə səmimi olmayan, əməlinlə dediyi üst-üstə düşməyən. Doğru cavabımız A variantı. Bir də müəllimlər bu iki sözü də yazdım ekrana. Buna da diqqət eləyərsiniz. Genuine, bir də genius sözlərinə. Birinci sözümüz əsil, həqiqi deməkdir. Həqiqi, əsl, səmimi mənasını verir. Həqiqi, əsl, səmimi. İkincisi isə dahi mənasını verir. Yəni bir-birlərinə oxşayan sözlərdir. Həqiqi, əsl, səmimi, digəri isə genuine isə deməli dahi mənasını verəcək. 14-cü test tapşırığımız cümlə qurmaqdır. Əziz müəllimlər, cümlə qurarkən mütləq fikir verin ki, cümlədə mübtəda, xəbər, yəni iki mübtəda mı var, bir mübtəda mı var, iki xəbər mi var, bağlayıcı varmı, yoxdurmu? Çünki bəzən ola bilər ki, sadə cümləni qurmaq istənilər sizdən. Bəzən də mürəkkəb cümləni qurmaq da istənilə bilər. Ona görə sizə deyirəm ki, burada fikir verməlisiniz. Məsələn, burada bizə baxıram mənaya that, luck, brought, had, Tağıyev, Zeland, him. Okey, burada had da var, brought da var. Tağıyev had brought. Tutaq ki, mən deyirəm ki, Tağıyev gətirmişdi. Nəyi? Görürəm, yoxdur. Görürsünüzmü? Brought gətirmişdi, təsirli feildir, tamamlıq yoxdur. Deməli, bu formada demir Tağıyev nəyisə gətirmişdi. Gətirmişdi desəydi, broughtdan sonra obyekt olardı. Və deməli, burada zət də var. Mən baxıram ki, nisbə vəzlik ola bilər. Yəni, təyin budaq cümləsi ola bilər. The land, torpaq. Məsələn, mən deyirəm ki, torpaq ona uğur gətirdi. The land brought him luck. Torpaq ona uğur gətirdi. Amma indi ortada təyin budaq cümləsi bilirsiniz də, cümlənin ortasında işlənir. Hansı torpaq? Ona görə də tələsməyib, the land brought him luck yox, the land deyəndən sonra, torpaq deyəndən sonra, hansı torpaq? Yanına nisbə vəzliyi veririk. The land, zət, hansı ki, sonra zətdən sonra, hansı kidən sonra, Tağıyevin varı idi. Yəni, brought deyə bilmirəm, brought-da sonra obyekt yoxdur, belə deyim sizə.
Brought him luck cümlə sonunda olacaq, amma burada Tağıyev gətirdi nəyisə demir. Deyə bilməz uğuru gətirdi. Biz ona görə də baş cümləmizi deməli Zealand verəndən sonra budaq cümləni veririk. Zealand torpaq. Hansı torpaq? Təyin budaq cümləsinə nisbə vəzlik. That Tağıyev had. That Tağıyev had oldu bizim təyin budaq cümləmiz. Tağıyevin olan torpaq sahəsi. Sonra da artıq baş cümləmizin mübtədasını vermişik Zealand. İndi xəbərini veririk ki, Zealand deməli Zət Tağıyev had, sonra gələcək 3. Brought him, gətirdi ona. Nəyi gətirdi? Luck, uğuru gətirdi. Amma Tağıyev nəyisə gətirdi demir gördüyünüz kimi. Doğru cavabımız 14-cü testdə bax bu söz sırasından olacaq A bəndi. Baxın cümlə bu formadadır. The land brought him luck. Bu oldu bizim baş cümləmiz. Torpaq ona uğur gətirdi. Hansı torpaq? That Tağıyev had. Tağıyevin olan. Burada zət atıla da bilərdi. Sizə düşən yəni cümlədə nisbə vəzli gözünə sonra mübtəda varsa, yəni atıla da bilər. Verilmiş halda isə ən doğru variant olacaq A bəndi. 15-ci test tapşırığımızda düzgün sinonim cütlüklərini seçməliyik. Baxırıq düzgün sinonimlər alter dəyişmək, change bu da dəyişmək düzdür. Diminish azaltmaqdır, increase artırmaqdır. Bunlar antonimdir. Conceal gizlətməkdir, display isə nümayiş etdirmək. Bunlar da əks mənalıdır. Birində var gizlədirsən, birində var göstərirsən. Tolerate dözmək, endure dözmək, put up with o da dözmək, deməli bear o da dözməkdir. Və doğru cavabımız elə ola bilər 1, 4. Inquire and ask bu da soruşmaq hər ikisi, sorğu aparmaq, soruşmaq bunlar da sinonimdir. Doğru cavabımız A bəndi 1, 4, 5. 16-cı test tapşırığımızda incorrect conditional mood tapmalıyıq. Səhv işlənmiş şərt budaq cümləsini seçməliyik. Baxırıq A variantına. If he comes, əgər o gəlsə, biz gedəcəyik kinoteatra. Bu birinci növ şərt budaq cümləsidir. Birinci növ şərt budaq cümlələrində if olan tərəf indiki sadə, digər tərəf gələcək zaman ola bilər. Modal feil də ola bilər. Fact cümlələrində isə if olan tərəf present simple, digər tərəfdə present simple qalır. Bunlar zero conditional gedir. Bir düzdür. Məsələn, B variantı zero conditionaldır. Hər iki tərəf fact cümləsi olduğu üçün present simple-da qalıbdır. Buzu isitsən əriyəcək. If I had more time, I would have gone to the party. If tərəfi, yəni deyə bilərsiniz ki, bəlkə bu mixed conditionaldır. Elə cavabımız C variantıdır. Müəllimlər, mixed conditional ola bilər. Amma eynən günümüzdəki, yəni Azərbaycan dilində istifadə etdiyimiz kimi bunun bir mənası olmalıdır. If tərəfi keçmiş vermişik. Birincisi, had-in özü təklikdə keçmiş bitmiş deyil. Yanında participle to yoxdur. Düzdürmü? Yoxdur. Və mən sadəcə had vermişəmsə, if tərəfini keçmiş vermişəm. Və biz bilirik ki, conditionallardan if tərəf, əgər conditionallarda probleminiz varsa, YouTube-da conditional Zülkər Hacıyeva yazarsınız. Onların ayrıca onların inversiya olunmuş variantlarının və s. detallı izahını paylaşmışam. Deməli, if I had more free time, if olan tərəfin keçmiş olması o deməkdir ki, bugündən sonra daha çox vaxtım olsa, if tərəf keçmiş o deməkdir ki, bugün və gələcəyə aid olan qeyri-real situasiyadır. Bugündən sonra vaxtım olsa, keçmişdə mən partiyə gedərdim. Would have gone isə keçmişdə olduğunu bildirir. Görürsünüzmü? Mix etsən belə mənası uyğun gəlmir. Məsələn, mən tutaq ki, ingilis dilini bilmirəm. Dünən də bir gəzinti təşkil edildi. Sırf ingilis dili bilənlər idi orada hamısı gedənlər və mən gedə bilmədim. Bəli, onu mən deyə bilərəm ki, if I knew English, I would have gone to the party. Mən də ingilis dili bilsəydim, dünən mən də getmiş olardım. Burada mix eləyərəm. Çünki axı ingilis dilini hələ də bilmirəm. Ona görə də məna verir. Amma mənim bugündən sonra vaxtım olsa, keçmişdə partiyaya getmiş olardım. Bunu siz mix etsəz belə məna kəsb etmir. Ona görə C səhvdir. D bəndinə baxırıq. D variantında deyir ki, if I had studied harder, yəni mən keçmişdə daha səylə çalışmış olsaydım, indi yaxşı iş tapardım. Bəli, bunu now olmasaydı, I would have done şəklində verərdik, would have got. Amma now olanda, biz now'dur, today'dir. O da ola bilər, now'un today ilə də would have done verə bilərsiniz. Əgər hərəkət artıq danışdığım ana qədər bitibsə. Amma sən bugünkü gündə deyirsən ki, bax bugün yaxşı iş tapa bilərdim. Hələ bitməmiş prosesə yönəliriksə, o zaman da would get deyə bilərik. Bəli, bu mixed conditionaldır.
3 ilə 2-ni qarışdırmışıq. Keçmişdə səylə çalışsaydım, indi yaxşı iş tapardım. Ona görə D düzdür. If he had come in time, əgər o keçmişdə vaxtında gəlmiş olsaydı, we wouldn't have arrived home late. O vaxtında gəlmiş olsaydı biz də gec çatmış olmazdıq. Bu da üçüncü növ şərt budaq cümləsidir. Past perfect-lə could have-dan, would have-dan, might have-dan bu düzdür. 16-cı testdə cavab C. 17-ci testimiz article qaydasına əsasən tərtib edilmiş bir test tapşırığıdır. Baxın, Aralıq dənizində. Aralıq bəzən belə deyə bilərsiniz ki, axı burada Z olmalı deyil. Axı yanında sözönlü təyin var. Ümumiyyətlə müəllimlər, ismin yanında sözönlü təyin varsa, təyin budaq cümləsi varsa, adətən bəli, biz burada Z artiklından istifadə edirik, əgər söhbətin hansı isimdən getdiyi bilinirsə. Mən tutaq ki, deyirəm ki, Xəzər dənizinə baxan bir dənə ev aldım. Burada Xəzər dənizinə baxan bir ev yanında təyin budaq cümləsi olsa belə, axı orada ev bir dənə deyil, Xəzər dənizinə baxan o qədər ev var. Onlardan birini almışıq. Yəni yanında təyin budaq cümləsi varsa 100% burada Z olur, yanında sözönlü ifadə varsa mütləq Z olur deyə bir şey yoxdur. Məsələn, burada ən birinci, ən vacib bildiyiniz odur ki, su hövzələri, dənizlər, çaylar, okeanlar, bunlar Z artiklı ilə olur. İkinci boşluq Z olacaq. Düzdürmü? A variantı gedir. Y variantı da gedir. O bir dənə məqalə yazıb. Mən nə bilim hansı məqaləni yazıb da hələ ilk dəfə adı çəkilir. Ona görə də N article olacaq, Z də gedir. Qaldıq B ilə D variantının arasında. Və qeyd elədiyim kimi Aralıq dənizinin sahilindəki On an island around the Mediterranean he wrote an article about. İndi ikisinin arasında qalsaq an island yoxsa Z island around. Bildiyimiz adadan söhbət getsə, əslində Z-də verə bilərik. Amma o dənizin ətrafında o qədər ada var ki, o adalardan sadəcə birini deyiriksə, o zaman da B variantı ola bilər. Yəni, situasiyadan bilinsə Z verərik. Amma gördüyümüz kimi sırf adanın adını və s. vurğulamayıb da, onsuz da situasiyadan elə bəlli deyil. Sadəcə olaraq yerini təxmin etmişik. Və doğru cavab 17-ci testdə B variantıdır ki, Aralıq dənizindəki bir adada o məbədlər haqqında bir məqalə yazdı. 18-ci test tapşırığımıza baxırıq. 18-ci sualda bizə deyir ki, the director said, direktor dedi. Dear colleagues, əziz iş yoldaşlarım, deməli, direktor dedi, əziz iş yoldaşlarım burada xitabdır. Və dedi ki, əziz iş yoldaşlarım, mən həyəcanlıyam to tell you about the events that will bring us və bizə fayda gətirəcək bir tədbir haqqında sizinlə danışmaqdan həyəcanlıyam deyir, sevincliyəm. Okey, ona görə də biz burada baxmalıyıq görək hansı variant ola bilər. The director told her colleagues. Told deməli tell, someone özündən sonra that clause alır. Və direktor dedi deyəndə direktoru she ilə əvəz eləyirəm. Bəli, bu düzdür. Məsələn, B variantında direktor deyibdisə, bunu Z ilə əvəz etməyim düz deyil. She ilə olar. Məsələn, D bəndində baş cümləm keçmiş başlayıbsa, bunun izlə davam etməyi də düzgün deyil. Hələ ki, oxuya baxıram. Və yaxud da ki, burada I am excited dediyi cümləni past perfect niyə verək ki? To be-dirsə was keçmişə çevrilməlidir. Elə doğru cavabımız A variantıdır. She was excited to tell them about the events that will bring də olduğu would bring as deyirdi da bizə fayda gətirir. Biz də deyirik them, onlara fayda gətirir. A variantı doğrudur. 19-cu test tapşırığımıza baxırıq. Choose the correct response. Düzgün cavabı seçin. He has an expensive watch. Onun bahalı bir saatı var. Və təsdiq cümlələrdə sonla qaydırıq, inkarlarda neither-lə nor-la qaydırıq. Bu inkar cümlə deyil, Y variantı gedər. To inkar cümlənin sonunda işlənmir, bu da gedər. Ay və inkarın sonunda işlənir, təsdiqin sonunda işlənmir, bu da gedər. Cümləmizin xəbəri həzdirsə, yanında başqa bir feil yoxdursa, ya got olmalıdır, ya da ki participle to'lu başqa feil olsa həzlə qaydırıq. Cümlənin xəbəri həz cümlədə təkdirsə, bu artıq əsas feildir. Əsas feil olanda da sualını, inkarını do does köməkçi feili ilə veririk. So does my brother. Onun bahalı saatı var, deyirəm mənim qardaşımın da var. B variantı doğrudur. 20-ci test tapşırığımız conjunction, bağlayıcı haqqındadır. Düzgün bağlayıcını seçməliyik. Bizə nə deyir burada? Baxın, gəlin birinci cümləni düzgün tərcümə edək. Cavabımız whether ordur. Whether or nə deməkdir? Whether orun mənası
Bilirsizmi? İstər bu olsun, istər o olsun, yəni fərqi yoxdur. İstər kimi tərcümə olunur. No sooner than zaman hardly barely scarcely when no sooner than ar-armaz, çatar-çatmaz bu kimi tərcümə olunur. Məsələn, bu cümləyə uyğun gəlmir. The more zealous nə qədər çox, digərində nə qədər bir o qədər az o mənanı verir. Situasiya heç bir düz gəlmir. İndi whether or-la nə deməkdir bu cümləmiz? Gəlin baxaq. Whether used as a competition bizə deyir ki, istər yarış üçün istifadə edilsin, or as a recreation, istərsə də istirahət, əyləncə üçün. İstər yarış üçün olsun, istərsə də əyləncə üçün. Fərqi yoxdur. Cycling is an important form of sport. Velosiped sürmək çox vacib bir idman növüdür. Yəni hansının olmağının fərqi yox. Göz burada müqayisəlik nə qədər bir o qədər yoxdur. Unless if not deməkdir. Əgər nəsə olmasa. No sooner than, hardly when, bu da keçmiş bitmiş keçmiş olmasa past past alır. Amma çatar çatmaz nəsə oldu, alar almaz nəsə oldu bu mənada istifadə edilir. Burada isə doğru cavabımız mənaya uyğun olacaq D variantı. 21-ci test tapşırığımızda düzgün variantı seçməliyik və biz burada verballar mövzusu görürük. Yəni participle, infinitive. Gəlin baxaq. James, bizə burada mübtədamız gəlibdir. James, the principles, prinsipləri kəşf etmək. Yaxşı, prinsipləri kəşf edən Jamesdir, düzdürmü? Və biz redaction qaydasından bilirik ki, James, tutaq ki, hansı ki prinsipləri kəşf edib, təyin budaq cümlələrində vergüldən sonra, eləcə də cümlə başında tulu qısaltma olmaz. Təyin budaq cümlələrində tulu qısaltma üstünlük dərəcəsindən sonra, first, sıra saylarından sonra, first, last, second, next bu kimi sözlərdən sonra və cümlədə məqsəd varsa tulu qısaltmalardan istifadə edirik. Modal feillərin qısaltmalarında bu tulu qısaltmadan istifadə edirik. Amma biz burada vergüldən sonra tulu qısaltma vermirik. Sonra, əgər təyin budaq cümlələrinin qısaltmalarından da, ümumiyyətlə zərflik budaq cümlələrinin qısaltmalarından da bilirik ki, məchul növlərin qısaltmasını participle to ilə aparırıq, discovered. Amma burada Mr. James kəşf edilmiş prinsiplər olmur. Yəni prinsipləri kəşf edən Mr. James, yəni kəşf edərək, sonra da bizə deyir ki, he managed before conclusion. Yəni bir sözlə nəticə çıxarmazdan əvvəl müəyyənləşdirməyi bacardı deyir nə isə. Yaxşı. Edən deyirəmsə müəllimlər, A variantı discovering məlumdur, Y də məlumdur, C də məlumdur. Sadəcə cümlələr simultaneousdirsə, yəni eyni anda gerçəkləşən hadisələrdirsə, participle elə ing ilə veririk. Yox, öncədən kəşf etdikdən sonra, öncə kəşf edib, sonra nə isə müəyyənləşdirdi desəm ki, burada da həmin mənadır. Yəni James birinci prinsipləri kəşf etdi və onları kəşf edəndən sonra öncəlik olanda əlimizdəki ing-ni feylə yox, have artırırıq. Having participle to veririk. Having yanında been olsaydı passiv olardı. Been yoxdur deyə passivdə deyil, bizə də elə məlum lazım idi. İkinci tərəfdə isə managed. Bilirsiniz ki, managed to do something olur. Yəni onsuz da bu baxımdan da Y gedəcəkdir. He managed to deyəcəksiniz. Managed to determine before isə özündən sonra ing-li söz istəyəcək təbii ki. Before drawing. Deməli doğru cavabımız burada öncəlik olduğu üçün həvli variantdan istifadə etdik. Managed to determine və before da özündən sonra ing-li feili istəyəcəyi üçün cavabımız oldu C bəndi. Cənab James prinsipləri kəşf etdikdən sonra, yəni ilk kəşf edib daha sonra nəticə çıxarmazdan əvvəl hər şeyi müəyyənləşdirməyi bacardı. Cavab C. 22-ci test tapşırığımızda complete the sentence with the appropriate word. Uyğun sözlə, müvafiq sözlə cümləni tamamlayın. In order to get success in a global market. Global bazarda uğur qazanmaq üçün. Should cultural difference, you should deməli sən mədəni müxtəlifliyi nə etməlisən? Mədəni fərqlilikləri qəbul etməlisən, onları mənimsəməlisən deməliyik. Məsələn, burada A variantı disregard, saymamaq, məhəl qoymamaq. Görürsüz, məna düz gəlmir. Replicate, sürətini çıxartmaq, nüsxəsini çıxarmaq, bu da düz deyil. Embrace, qəbul etmək, qucaq açmaq, məna cəhətdən tamamilə uyğundur. Sən mədəni müxtəliflikləri qəbul etməlisən, onlara qucaq açmalısan, qəbul etməlisən. Interpret, interpretasiya, yəni şərh etmək deməkdir. Dismiss isə rədd etmək, qovmaq deməkdir. Doğru cavabımız C bəndi.
23-cü test tapşırığımıza baxırıq. Modal feillərə aid olan bir test tapşırığıdır. Boşluqları düzgün formada doldurmalıyıq. Özündən sonra have participle to'ları var və biz burada modalların mənasını tanımalıyıq. Have arrived early or have informed us. Nə deməkdir? Bax, bizə deyir ki burada. Sən tez gələ bilərdin. Bax, could have-dan keçmişdə belə bir mümkünlük olub, amma sən etməmisən. Past possibility deməkdir. Might have-dan da elə odur. Keçmişdə sən bunu elə belə etmiş, bəlkə də etmisən, etmiş ola bilərdin. Yəni biraz da məzəmmət də var içində. İndi burada bizə deyir ki, you could have arrived early. Yəni sən mümkün idi ki, daha tez gələrdin, amma məsələn gəlməmisən. Yaxud da you might have informed us. Yəni bizə məlumat vermiş də ola bilərdin gecikməyin haqqında. Yəni sən ya tez gələ bilərdin, gəlməmisən, ya da gec gəlirsən, ən azından bizə məlumat vermiş ola bilərdin. Amma etməmisən. Deyir ki, istənilən halda fərqi yoxdur. İstər o olsun, istər bu. Yenə də sən üzr istəməlisən. Və biz burada baxırıq, ought-un to'su yoxdur, deyil. To be able-ın to'su yoxdur, deyil. Haven't to deyilən bir struktur yoxdur, don't have to olardı. İnkar özü ilə düzəlmir. Və qalırıq A və Y variantı arasında. Bəli, should düzdür. Cümlə keçmişdədir, müəllim, should have-dan olmazdımı? Olardı should have-dan da. Mən deyə bilərdim ki, should have-dan olanda biz siz nə məna verəcəkdi? Onda deməkdir ki, you should have apologized. Sən üzr istəmiş olmalıydın. Kaş ki üzr istəyərdin. Keçmişdə verərdik situasiya gərəkdirsə. İndi variantlarda should var. Biz keçmişdə etdiyimiz bir iş üçün bugündən sonra da üzr istəyə bilərik. Ona görə də məna verir should. Sadəcə digərlərinə baxıram. Must have-dan nədir? Must have-danları biz deduction-da istifadə edirik. Deduction nədir? Əlimizdəki bir, gözümüzün qabağındakı bir nəticəyə əsasən təhlil edirik ki, böyük ehtimalla belə olubmuş. Sən 8 saatdır yol gəlirsən. You must have been tired. Yəni sən artıq çox yorulmuş olmalısan, yorğun olmuş olmalıdır o. Yəni bir nəyəsə əsasən qənaətə gəldiyimiz deduction yoxdur burada. Amma dediyim kimi could have arrived past possibility'dir ki, sən tez gəlmiş ola bilərdin ya da məlumat vermiş ola bilərdin. İstənilən halda sən üzr istəməlisən. A bəndi doğrudur. 24-cü test tapşırığımızda düzgün quantifiers, kəmiyyət bildirən sözü seçməliyik. Birbaşa baxırıq ki, özündən sonra cəmsim gəlibdir. Digər tərəfdə də baxırıq ki, cəmsim gəlib. Ona görə ancaq təklərlə işlənən match, Y variantında da match gedər. Some of birbaşa cəmsimə birləşə bilməz. Özündə of olan quantifierslar, məsəl üçün plenty of, a lot of, bunlar birbaşa isimlə birləşər. Amma of'u biz artırmışıqsa many of, some of, artıq ismin önündə determinants verməliyik. Z, nə bilim, digər determinantslər, my, her verməliyik. Some of novels olmur. Some of the novels olardı. Və burada da həmçinin any'nin yanında of vermişəmsə mən any of the books olardı. Any of these books olardı. Yəni əgər mən buna of vermişəmsə ismin önünə mütləq determinant təyin edici yazmalıydım. Yazmamışam. A variantına baxırıq. You mustn't buy more books. Sən artıq daha çox kitab almamalısan. We have enough novels to read in boş vaxtlarımızda oxumaq üçün kifayət qədər romanlarımız var. Artıq daha çoxunu almamalısan. A bəndi düzdür. 25-ci test tapşırığımız MIQ 2024 və 2025-də təkrar düşmüş sualdır. Complete the given sentence appropriately. Verilmiş cümləni uyğun şəkildə tamamlayın. Bizə bir ziddiyyət bağlayıcısı verilibdir. Baxmayaraq ki, living in the urban areas is convenient. Bizə deyir ki, şəhər yerində yaşamaq rahat olsa da, convenient, şəhər yerində yaşamaq rahat olsa da və əgər although bağlayıcısı varsa, burada şəhər yerində yaşamağın rahatlığından, yəni müsbət bir fikirdən danışılırsa, cümlənin geri qalan qismini mənfi tamamlamalıyam. Məsələn, A bəndi deyir ki, hər kəs xoşlayır kətdə yaşasın. Burada heç bir negativ yoxdur. Əgər müsbət və mənfi yoxdursa, niyə təzad bağlayıcısı olsun? Burada isə deyir ki, mən şəhər həyatını sevirəm. Yenə təzad olmadı, mənfi fikir olmadı. It also has higher living costs. Yəni, belə deyim də sizə, yaşayış xərcləri, yüksək yaşayış xərcləri var. Bəli, bu mənfi mənadır. Yaşayış xərcinin çox olması, xərclərin çox aparması. Mən deyirəm ki, şəhər yerində yaşamaq rahat olsa da, amma dolanmaq çətindir. Bizim dilimizdə biz belə deyirik də, yəni yaman çox xərc aparır, yaman çox pul gedir. Elə C variantı düzdür.
It also has higher living cost. Çünki təzad var burada. Digər müsbətə mənfi. Rural areas have a lot of disadvantages. Deyə bilərsiniz ki, müəllim, burada da mənfi məna var da disadvantages. Amma bu artıq başqa bir şeydən danışır axı. Bizə deyir ki, rural, kənd yerlərində o qədər çatışmayan şeylər var ki, mən axı burada deyirəm ki, şəhər yerində yaşamaq rahat olsa da, kənd yerində, şəhərlə kəndi ikisini, şəhər yerində yaşamaq rahatdır, amma kənd yerində yaşamaq çətindir. İki ayrı-ayrı mübtədanı qarşı-qarşıya qoyuruqsa, birini yaxşı, birini pis antonimlə istifadə ediriksə, biz onda direkt kontrast conjunctionlarından istifadə edirik. While, whereas istifadə edirik. Bu cür although məsələn surprising kontrastı. Şəhər yerində yaşamaq rahat olsa da, gözlənilməz bir nəticə ortalığa qoyuruq ki, qiymətlər çox bahadır. Ona görə də D deyil, direkt kontrast olardı. Şəhər yeri, kənd yeri ikisini qarşı-qarşıya qoysaydıq. People don't want to live in cities. İndi insanlar istəmirlər ki, şəhərlərdə yaşasınlar. Burada da fikir tam aydın deyil ümumiyyətlə. Although living in urban areas is convenient, mən deyirəm ki, baxmayaraq ki, şəhərli yerlərində yaşamaq rahatdır, amma insanlar şəhərdə yaşamaq istəmir. Məntiqsizdir da. Elə özdə bizim ölkəmizdə əhalinin əksəriyyəti şəhərdə yaşayır, bilirsiniz. Ona görə də bu da biraz məntiq baxımından düzgün deyil. People don't want to live in cities. Doğru cavabımız elə C variantı olacaq ki, nə qədər convenient, uyğun olsa da, həmçinin yəni əlavə uyğun, bundan əlavə yəni onun bir qiymət artımı məsələsi problemi də var, qiymət problemi də var. Cavabımız C variantı. 26-cı test tapşırığımıza baxırıq. 2 il MİQ imtahanında düşmüş test tapşırığıdır bu da. Deməli, when I, him, mən onu görəndə o yağın içinə batmışdı, yağa bulaşmışdı, belə deyək. Həmin anda hansı vəziyyətdə olduğunu bildirir. Və baxan kimi mən görürəm ki, hədsin mən öncədən artıq hansısa bir hərəkət olana qədər artıq nəsə olmuşdu deyir. Burada öncəlik və bu düzgün gəlmir ümumiyyətlə. İkincisi cover. Cover təsirli feildir, örtmək nəyi? Əgər özündən sonra örtmək nəyi yoxdursa, deməli bu passiv strukturdadır. O yağa bulaşmışdı, yağa batmışdı, belə deyək. Yəni sırf Azərbaycan dilində tərcümə etməyin də ki, yağla örtülmüşdü. Ona görə də bu məlum növləri çıxıram, qalıram A və D variantının arasında. Təsirli feilin yanında tamamlığı yoxdursa, biz onu passiv veririk. Qalırıq iki yol ayrıcında. Biri past perfect continuousdur, biri isə simple-da, yəni past perfect-dir. Past perfect artıq hansısa bir vaxta qədər time limitdir, olub bitmiş hadisələri bildirir. Past perfect continuous isə bəhs etdiyimiz vaxtdan öncə başlamış, bir müddət davam etmiş prosesləri bildirir ki, burada da elədir. Çünki bu insan nə qədər vaxt çalışıb, vuruşub, maşın təmir edirmiş, buna görə də hər tərəfi yağın içində imiş. Və bu artıq mən çatana qədər, məsələn, biz Hatfield-Stone'da deyərdim ki, məsələn, dünən mən onu görməyə gedəndə o artıq maşını təmir etmişdi. Burada zamana yönəlməsə deyərdik. Amma keçmişdə müəyyən bir vaxt öncə başlamış və bir müddət mütləq davam etmiş proseslərdə biz veririk past perfect continuous. Doğru cavab 26-cı testdə A bəndi. 27-ci test tapşırığımıza baxaq. In which option is the passive voice given incorrectly? Aşağıdakı cümlələrin hansında məchul növ səhv verilmişdir? Bax, səhvi seçdiyirsə, deməli hamısı düzdür, bir dənəsi səhvdir. Was the movie shown on TV? Burada tələsmirsiniz. Məsələn, sadəcə cümlə burada qutarsa, tutaq ki, mən deyirəm ki, film TV-də göstərilib. Amma cümləni axıra qədər oxuyursunuz. Axı burada sözönlü bir ifadə varsa, cümlə sonunda sifət varsa, məsələn, o cümləni lap nəqliyə də çevirə bilərsiniz. Deyirsiniz ki, the movie shown on TV last night, dünən gecə televizorda göstərilmiş film was about domestic animals. Çünki siz cümlənin bax burada xəbərinə baxırsınız. Sadəcə göstərildi desəm ki, the movie was shown, film göstərildi. Onda bəs bu hissə hara gedəcək ki, about domestic animals? Məna vermir. Deməli, siz baxmalısınız ki, the movie, hansı movie? Təyin budaq cümlələrin qısaltmalarından da keçmişsiniz. Participle to-lar passive məna verir təyin etdiyi sözə. Göstərilmiş, mış film was about domestic animals. Ev heyvanları haqqında idi. Əgər o to be participle to-ya aid deyilsə, əgər o to be bu show-una aid deyilsə, deməli bu cümlə passiv deyil. B variantı. Kate's purse was stolen. Bu düzdür. Qatardan düşəndə pul kisəsi oğurlandı. Bu passivdir. Çünki to be participle to-ya aiddir.
Our elə bunu götürürük də ona görə. Our occupied territories bizim işğal edilmiş territoriyalarımız azad edildi. Bəli, had been. Çünki by var deyib past perfect vermişik. Yəni bu da düzgündür, bu da düzgündür. Səhv olan adı. La Tomatina hər il, hər avqustda is held keçirilir. Bu da düzdür. Are these carpets made in this factory? Məsələn, bunun axırına new artırsaydın, onda bu cümlə passiv olmayacaqdı. Məsəl üçün, onda olacaqdı ki, bu fabrikdə hazırlanmış xalçalar are new, təzədir, nə bilim, müasirdir, köhnədir, bahadır. Amma belə olanda siz baxırsınız ki, nəqli cümləyə çevirin. These carpets subjectinizdir. Bu xalçalar. Üstə gələ arı keçirirsiniz bura. Üstə gələ predicate-ə. Are made. Bu xalçalar hazırlanır. Bu fabrikdə. Gördüyünüz kimi to be aid olur participle to'ya hazırlanır. Bu da passivdir. Və belə olan halda incorrect olan A'dır. Çünki orada passive voice değil. Shown orada sadəcə participle to'dur. 28-ci test tapşırığımızda mətnə başlıq seçmək istənilibdir. Ümumiyyətlə, MIQ imtahanında bir neçə mətn düşübdür müdavimlərə, yəni mətnlər çox olubdur. İndi siz də gəlin bu mətnlə tanış olun. In some countries, bəzi like Italy and Spain, in countries deməyək də in some countries deyək. İtaliya və İspaniya kimi bəzi ölkələrdə people enjoy spending time on their balconies. İnsanlar xoşlayırlar balkonlarında vaxt keçirməyi. They decorate them with flowers and sit outside to relax. Onlar balkonu güllərlə bəzəyirlər və çöldə otururlar dincəlmək üçün. In London, Londonda isə, yəni birinci İtaliya, İspaniyadan danışdı. Londonda isə hərçənd ki, balkonlar istifadə edilmir sosial məqsədlər üçün. İnsanlar xoşlayırlar daha çox evdə qalsınlar, soyuq və yağışlı hava üzündən. So, balcony culture is different across European cities. Və belə ki, Avropa şəhərlərində balkonların, belə deyim də, balkon mədəniyyəti tamam fərqlidir. İndi variantlara baxıram. A variantı Avropa ölkələrində hava deyil. Söhbət balkonlardan getdi. İtaliya, İspaniyada millət əylənir balkonda, amma Londonda yağışlı olur, çöldə oturmurlar deyir. The history of Italian architecture, İtalyan memarlığının tarixi nə əlaqə? Balcony usage in some countries. Bəli, C variantı düzdür. Bəzi ölkələrdə balkonun istifadəsi. Coffee traditiondan değildi. Balkonlar niye populyar değil demək olmaz. Çünki populyar da istifadə edilir axı. Cavabımız olacaq C variantı. Amma onda deyim ki, bu cavablar, distraktorlar bir-birinə çox uzaqdır. Yəni belə tərcümə oxuyub anlamağa ehtiyac yoxdur. Elə balkondan bilinir ki, burada mətn kofedən getmir, nə bilim, architecture'dan getmir və s. Elə ona görə də doğru cavab C variantı olacaq. 29-cu test tapşırığımızda mətn sualı görürük. Which of the following sentences is true according to the text? Əvvəlcə sualı oxuyub mətnə getsək daha rahat olar. Bizə deyir ki, hansı fikir mətnlə bağlı düzdür? Most people prefer flats because they have big gardens. No. Əksər insanlar mənzili xoşlayır çünki böyük bağları var. Yadımızda açar sözlərini saxlayırıq ki, böyük bağçaları olduğu üçün əksər insanlar bina evlərini, mənzilləri xoşlayırlar. B variantı houses are not suitable for families with pets. Evlər, yəni houses da, evlər ev heyvanı olan ailələr üçün uyğun deyil. Houses, burada not suitable yadda saxlayacağım, uyğun deyil. People like having gardens to grow plants and relax. People like having gardens. İnsanlar xoşlayırlar ki, bağları olsun, bitki yetişdirmək üçün və dincəlmək üçün. Deməli, insanlar bir sözlə bağları xoşlayırlar, orada bitki əksinlər və dincəlsinlər. Gardens are usually used for parking cars. Bağlar adətən maşın park etmək üçün istifadə edilir. Homeowners don't care about outdoor space. Ev sahibləri, yəni bir sözlə açıq havada olan həyətyanı sahəyə, çöldə olan sahəyə əhəmiyyət vermirlər. Don't care. Və mətnimizə baxa bilərik. Many people prefer living in a house instead of a flat. Əksər insanlar mənzildənsə evlərdə yaşamağı üstün tuturlar. Elə buradan A variantı düz deyil. Burada isə deyir ki, əksəriyyəti mənzili xoşlayır. Ona görə də A getdi. Especially siz əvvəl sualı oxuyub mətnə geçsəz rahat-rahat ələmə aparacaqsınız ki, nə deyil çıxacaqsınız. Especially in suburban or rural areas. Xüsusilə də uzqar yerlərdə, kənd yerlərində. Houses.
Usually offer more space and privacy, which is ideal for families with children or pets. Evlər, xüsusilə də daha çox yeri olan evlər idealdır uşağı və pets olan insanlar, ailələr üçün. Amma B variantda deyir ki, heyvanları olan ailələr üçün not suitable, uyğun deyil. Bu da getdi. Davam edirəm. One of the main advantages of house is having a garden. Yəni bunun evdə yaşamağında, yəni kət evi, bağ evi belə deyək, evdə yaşamağın üstünlüyünün biri bağın olmasıdır. People often use their gardens to grow flowers, vegetables, elə o deməkdir ki, to grow plants və simply to relax outdoors. Elə cavabımız C variantıdır gördüyünüz kimi. Çünki insanlar bağlarının olmağını xoşlayırlar. Niyə? Həm orada əkib becərmə işlərindən məşğul olurlar, həm də ki, dincəlirlər o baxımdan. Davam edirəm. They care about having green space, fresh air and sometimes a small area for barbecue or outdoor dinners. Yəni gördüyünüz kimi burada nə deyir? Maşın saxlamaq üçün yerdir filan demir və deyir ki, çöldəki sahəyə ümumiyyətlə məhəl qoymurlar. Niyə ki, onlar care about deyir. Yəni çox önəm verirlər həyətyanı sahəyə, oranın təmiz havasına, orada kebab çəkirlər və s. A beautiful and well-kept garden is often a source of pride for homeowners. Yəni gözəl və yaxşı qulluq edilmiş bir bağça çox vaxt ev sahibləri üçün bir qürur mənbəyidir. Yəni fəxr eləyə-eləyə baxırlar öz bağlarına. Gördüyünüz kimi D variantında da maşın saxlamaq üçün yerdir kimi bir fikir yoxdur. Cavabımız C bəndi. 30-cu test tapşırığımız yenə mətn testidir və bizə deyir ki, according to the text, which statement is true? Mətnə əsasən hansı fikir düzdür? Azərbaycan increased its reliance on imported goods during COVID-19. Azərbaycan COVID-19 zamanı idxal olunan mallardan asılılığı artırdı deyir. Increase its reliance on, rely on. Yəni bir sözlə idxal olunmuş, xaricdən alınmış mallardan COVID-19 vaxtı asıllığını deyir, artırdı. Okay. B variantı. The government discouraged local production during the pandemic. Pandemiya vaxtı hökumət, belə deyim də, yerdə istehsalı həvəsdən salırdı local production'ı ki, yəni özümüzdə istehsalın olmasına həvəsdən salırdı, discourage edirdi. C variantı Azərbaycan supported farmers and manufacturers to reduce import dependence. C variantı Azərbaycan idxal asılılığını idxal asıllığını azaltmaq üçün dəstəkləyirdi fermerləri və istehsalçıları. Azərbaycan bir sözlə fermerləri və istehsalçıları dəstəkləyirdi ki, idxal olunan məhsullara tələbat azalsın. D variantı no new projects were started. Heç bir təzə layihə, no new project, heç bir təzə layihə başlamadı pandemiya vaxtı. Y variantı the supply problems in Azerbaijan worsened without any solution. Və heç bir çözüm olmadan tədarük problemi deyir, həll yolu tapmadan pisləşdi. Burada isə pisləşdiyini yadda saxlayaq. Okey, indi mətnimizə gedə bilərik. COVID-19 pandemiyası vaxtı çox ölkələr başa düşdülər ki, onlar idxal olunmuş məhsullardan lap çox asılıdırlar. Yəni çox asılı olduqlarını başa düşdülər deyir. Anladılar. Which cause shortages and delays və hansı ki bu da öz növbəsində qıtlığa və gecikmələrə səbəb oldu. Azerbaijan was no exception and faced challenges with some essential products. Azərbaycan da istisna deyildi və bəzi essential products, mühüm məhsullarda, önəmli məhsullarla bağlı face challenges, çətinliklərlə üzləşdi Azərbaycanda. Sonra baxıram digər hissəyə. To reduce dependence on imports, the government encourage local production manufacturers. Elə cavabımız buradan görünür ki, elə C variantıdır. Bizə deyir ki, asılılığı azaltmaq üçün xaricdən gələn məhsullardan hökumət dəstəkləyirdi yerli istehsalı artırmağı. Fermerləri, istehsalçıları dəstəkləyirdi. Elə cavab C-dir. New factors agriculture were launched. Görürsünüzmü? Yeni bir proyektlər başlatıldı. Məsəl üçün bizdə D bəndində deyir ki, heç bir proyekt başladılmadı. Hökumət discourage etmədi, encourage etdi. Azərbaycanda görürsüz tədbir görülübdür. Və these steps helped Azerbaijan manage supply problems and protect its economy during the crisis. Və bu addımlar Azərbaycana böhran zamanı tədarük problemlərini idarə etməyə və iqtisadiyyatı qorumağa kömək etdi. Amma A variantında məsələn deyir ki, asıllığımızı artırdı. Y variantında deyir ki, daha da vəziyyət pisləşdirdi. Məhz bu baxımdan doğru cavabımız C variantıdır.
31-ci test tapşırığında mətn 30-cu testlə eynidir və mətnin izahını 30-cu testdə vermişik. Sadəcə bizə nə deyir burada? Bizə deyir ki, which of the following ideas is not mentioned in the text? Aşağıdakı ideyalardan hansı tekstdə adı çəkilmir, vurğulanmır? A variantı bizə deyir ki, bir çox ölkə COVID-19 zamanı idxal olunan malları qıtlıqla, bəli, orada qeyd etdi ki, qıtlıqla üzləşdi çox ölkələrdə. Many countries başa düşdü ki, yəni baxın burada var hamısı. B variantı Azərbaycan launch new factories, agricultural projects. Azərbaycanda deyirsiniz ki, bir sözlə, bəli, yeni fabriklər, agricultural projectlər. Bax burada qeyd olunubdu hamısı, başlatıldı, launched. Bu da düzdür. Bu da düzdür. Ona görə bizə vurğulanmır deyir. C, the government encourage, bəli, yerli istehsalı dəstəklədi deyir. Government encourage etdi deyir. Bu da düzgündür. Və burada the government encourage local production qeyd olunubdur. How long did COVID-19-un nə qədər davam etməsi mətndə yox idi. Support was given to farmers. Bəli, dəstək verildi fermerlərə. Bu da mətndə qeyd edilmişdi. Supported farmers manufacturers deyirdi. Cavab COVID-19-un nə qədər qeyd etməsi isə mətndə vurğulanmadığından dolayı cavabımız D variantı. 32-ci test tapşırığımızda biz bir mətn görürük placebo effektindən. Placebo elə Azərbaycan dilində də placebo kimi tərcümə edilir. Placebo effekti bilirsiniz də, yəni real olmayan. Tutaq ki, placebo təsir nə deməkdir? İnsana bir dənə vitamin verilir adi, amma deyilir ki, bu sənə xaricdən gəlmiş bahalı bir dərmandır və insan bunu içir və sağalır. Placebo effekti də budur ki, yəni insan inandığı üçün nəticə görür ondan. Biz buna placebo təsiri, placebo effekti deyirik. İndi baxırıq ki, placebo bizə deyir ki, hansı fikir truedur, düzdür. Placebos always contain real medicine. Placeboların tərkibində həmişə real, əsl dərmanlar olur. B variantı the placebo effect depends on a person's belief in the treatment. İnsanın deyir, inancından asılıdır placebonun təsiri. İnsanın belief, inamından asılıdır. Açar sözləri yadda saxlayırsınız sadəcə ki, mətni oxuyanda rahat olsun. Placebos are never used in medical research. Heç vaxt tədqiqatda istifadə edilməyib, tibbi tədqiqatda heç vaxt sözündən. The placebo effect has no connection to the mind. Yəni bizə burada deyir ki, placebonun ağılla, zehinlə heç bir əlaqəsi yoxdur. No connection. Ağılla nə əlaqəsi? Patients do not feel better after taking placebo. Placebo içdikdən sonra insanlar do not feel better, yaxşı hiss etmirlər. Baxırıq, the placebo effect bu dərslikdə götürülmüş mətndir, MİQ imtahanına da düşübdür. Placebo effect happens when a person feels better after taking a treatment that has no real medicine value. Görürsünüzmü? Bizə deyir ki, placebo effekti bir insanın heç bir real tibbi dəyəri olmayan bir müalicəni qəbul etdikdən sonra özünü yaxşı hiss etməsidir. Bizə burada deyir ki, xəstə özünü yaxşı hiss etmir, bu yalan deyir. Sonra və burada da no real medicine value. Bizə burada deyirdi ki, placebolar həmişə real dərmanlar olur. Ona görə A da gedir, A da səhvdir. Real dərman no real medicine deyir də bizə Y də gedir. Sonra oxuyuram. This effect is caused by the person's belief that the treatment will help. Və bu inancın səbəbi odur ki, insan inanır ki, bu müalicə ona təsir edəcək. Yəni B variantı. Elə cavabımız B variantı olacaq burada. Çünki insanın inancından asılıdır deyir. Bəli, B düzdür. Placebos heç vaxt istifadə edilməyibdir. Placebolar burada deyir ki, are often used. Çox vaxt istifadə edilibdir medikal tədqiqatlarda. D-da deyir ki, placebo effektinin əlaqəsi yoxdur ağılla, zəka ilə. Belə bir şey də bizə demir da ki, düzgün fikir kimi. Sugar pills improvement, the mind's power to influence the body is an important part of healing. Ağıl bədənə təsir etmək gücü, zehnin bədənə təsir etmək gücü sağalmanın vacib bir hissəsidir deyir. Ona görə də bu mətndə doğru cavabımız olur B bəndi. 33-cü test tapşırığımızda sinonimləri düzgün uzlaşdırmalıyıq. Dərsliklərdə olan sözlərdir hamısı. Və burada baxırıq birə. Arduous, strenuous. Bunlar ağır, fiziki güc tələb edən deməkdir və bəli, sinonimdir. Bir düzdür. 2. Reluctant, könülsüz. Unwilling, bu da könülsüz deməkdir. Bəli, bunlar da hər ikisi könülsüz sinonimdir. Precise, dəqiq. Approximate, təxmini. Bunlar antonimdir. Genuine, əsil. Həqiqi, yəni authentic də əsil deməkdir. Inauthentic saxtadır, real olmayandır, amma bunlar ikisi də əsil, həqiqi deməkdir. Hostile welcoming isə düşmən münasibətidir.
Welcoming isə xoş rəftar demək. Biri düşmən münasibəti, biri xoş rəftardır. Bunlar da antonimdir, götürmürük. Bizə sinonimlər lazım idi. Çətin, könülsüz və əsl sözləri 1, 2, 4. 33-də cavabımız C variantı. 34-cü test tapşırığımızda read the text and choose the best option to complete the sentence logically. Mətni oxu və məntiqi cəhətdən uyğun bir variantla tamamla deyir. Baxaq, oxuyaq mətnimizi ki, uyğun variantla tamamlaya bilək. Genetic modification has brought many benefits to agriculture and medicine. Genetik modifikasiya, yəni geni dəyişdirmə, kənd təsərrüfatına və təbabətə bir çox faydalar gətiribdir. It helps, o kömək eləyir. Increase crop yields, yəni o məhsuldarlığın artmasına, makes plant resistant to disease və bitkilərin xəstəliyə qarşı davamlı olmasını artırır. Some modified foods can also contain more nutrients to improve public health. Və bəzi modifikasiya olunmuş qidalar can also contain some modified foods can also contain more nutrients to improve. Okay. Bəzi modifikasiya olunmuş qidalar əhalinin sağlamlığını yaxşılaşdırmaq üçün daha çox qida əlavəsinə içində ola bilər, tərkibində ola bilər deyir. Contain öz içində olmaq deməkdir. Daha çox qida əlavəsi də ola bilər deyir. İnsanların sağlamlığını yaşlaşdırmaq üçün. Və burada gəlir however, hərçənd ki, bura qədər mən danışdım genetic modification'ın benefitlərindən, müsbətindən. Düzdürmü? Biz dedik ki, məhsuldarlığı artırır, nə bilim, bitkiləri dayanıqlı edir, içində daha çox insanlara faydalı gəlsin deyə nutrientlar, hamısı müsbət fikirdir. Amma o ki, sizin məclisinizə however gəldi, o deməkdir ki, təzad gəldi. Təzad gəldisə, artıq buradan fikri negativə dəyişməliyik, mənfi mənanla davam etməliyik. Niyə? Mənfi mənanla. Ki, hərçənd ki, alimlər narahatdırlar. Nədən narahatdırlar? Baxaq. A variantı, it is completely safe. Bu tamamilə təhlükəsizdir, risk yoxdur. Bəs niyə narahatsan adama deyərlər? Burada müsbət fikirdirsə, burada da müsbət fikir olanda, onda however burada nə işi var? Orada müsbət varsa, however varsa, mən mənfi getməliydim. Ona görə də bu deyil. B variantı, people are not interested in science. İnsanlar elmdən maraqlanmırlar. Nə əlaqə? Biz burada genetic modification'dan danışırıq. C variantı, it may not be safe and could not long-term effects. Deyir ki, o təhlükəsiz olmaya da bilər və uzun müddətli təsirləri ola bilər. Yəni, təhlükə göstərər, insana zərər verər və təhlükəsi də uzun müddət davam edə bilər. Görürsünüz, negativdir. Alim nədən narahatdır? Alim narahatdır ki, birdən insana ziyan edər. Nəticəsi də uzun müddət getməz. Elə cavab C-dir. It makes fruit sweeter, meyvələri daha da şirin eləyir, yenə negativ məna yoxdur. Everyone agrees it is unsafe, hər kəs razılaşır ki, təhlükəsizdir, bəs onda however'nin burada işi nədir? Biz müsbətə bir mənfi məna götürməliydik, o da cavab C variantı. 35-ci test tapşırığımıza baxaq. Choose the correct adjective adverb to complete a sentence. Cümləni tamamlamaq üçün düzgün sifətdən, zərfdən istifadə edin. We stayed in a. In a. E deyirsə, burada sifətin üstünlük dərəcəsi olsaydı, məsələn, mən bunu mostdan verərdim, bu getdi. Enough clean yox, clean enough deyərdim. Çünki enough təyin etdiyi sifətdən sonra gəlir. Too clean də demirəm, çünki too negativ mənada istifadə olunur. Məsələn, this tea, bu çay, is very hot, so hot desəm, bu çay çox istidir deməkdir. Yəni, bunda biraz müsbət məna var. Bəlkə də mən çayı isti xoş deyirəm. Amma this tea is too hot to drink desəm, adətən də özündən sonra tulu bir feil alır ki, içmək üçün çox istidir. Yəni, mənə lazım olandan, yetiyindən artıq deməkdir. Biz negativ mənalara to yüklüyürük, pozitiv mənalara yox. Ona görə də bu deyil. Doğru cavabımız burada 35-də A variantı olacaq. Kifayət qədər təmizdir. Biz müasir bir oteldə qaldıq, ora kifayət qədər təmizdir. Cavab A variantı. 36-cı test tapşırığımızda qrammatik cəhətdən səhvləri seçməliyik. Baxaq, 1. Most of students səhvdir. Çünki doğru strukturda biz verməliyik most birbaşa isim, most students. Ya da most of-u vermişəmsə, of-la ismin arasında determinants verərdim. Most of the students, most of my students, most of the students. Amma belə most of verib ismi heç nəsiz vermirik. Bu elə səhvdir. Bizə də incorrectlər lazımdır deyə biri götürürəm. 2. Each of
Ofze. Ofzelər də özünə sonra cəm sim alır. Yəni iştirakçıların hər biri. İlk sözdə xəbəri də təkdə alır. Bu düzdür. Bununla işim yoxdur. Her another problem. Bu səhvdir. Çünki another bilirsiniz də sanki an artikelda var və biz her'dən sonra, my'dan sonra an vermirik axı. Her other problem deyərdim ya da another problem deyirəm. Bu səhvdir. Each other's codes. Bu da səhvdir. Çünki qarşılıq birgəlik əvəzlikləri each other, one another yəlik hal qəbul edə bilər, amma apostrof s-lə. Buna niyə s yapışsın ki, bir-birlərinin nə cəmlənəcək ki burada? Əvəzlik bu cəmlənməyəcəkdir. 5. Every one of the törəmə əvəzliyi bitişik yazılan everyone bildiyimiz hər kəs hamı deməkdir və bu əvəzliklər ofla işlənməz 5 də səhvdir. Amma ayrı yazılan everyone bitişik yazılan ancaq insanlara aiddir. Hər kəs deməkdir. Amma ayrı yazılan every one of the books kitabların hər biri deməkdir. Və bu kitabların hər biri də ola bilər, insanların hər biri də ola bilər. Ayrı yazılanda hər biridir. Canlının da, cansızın da hər biri ola bilər. Bu düzdür. Bununla işimiz yoxdur. Səhvlər lazım idisə 1, 3, 4, 5. Cavab olacaq A variantı. 37-ci test tapşırığımız the və itli cümlələrə aiddir. Və burada zamana da fikir verəcəksiniz. Məsələn, söhbət indiki zamandan gedir. Ona görə də burada keçmiş zamandan getmir və cümlədə ona görə də bu keçmişləri hələ ki çıxıram. Qalıram digərlərinin arasında. There is, there are, hardasa nəsə var. Özündən sonra isimli bir birləşmə istəyir. Amma it is özündən sonra sifət istəyir. Məsələn, baxın burada obvious deyir. Burada no updates deyir. Birinci boşluqda deyir ki no updates. Boşluqdan sonra nə gəlibdir? Updates yenilik deməkdir. Da heç bir yenilik, heç bir məlumat yoxdur. Hardasa nəsə var ya yoxdur. Bu there is zera ifadəsidir. İkinci tərəfdə isə obvious that, it is obvious that, it is important that, it is crucial that, vacibdir ki, açıq-aşkardır ki, yəni bu kimi adjektivlərdən də biz itdən istifadə edirik. Ona görə də zera obvious deyə bilmərik. Zera deyəndə mən orada isim lazımdır ki, hardasa nəsə var, obyekt lazımdır. Ona görə də zeraları çıxıram. It islər düzdür. Cəmlə də there is olmaz. Doğru cavabımız ancaq qalır D variantı. There are no updates regarding the investigation. Tədqiqatla bağlı, tədqiqatla əlaqəli heç bir yenilik yoxdur. It is obvious that the authorities are withholding some information. Yəni, açıq-aşkardır ki, bəzi informasiyaları rəsmilər geri çəkirlər. Doğru cavabımız olur D bəndi. 38-ci test tapşırığımızda cümləni doğru sözlərlə, doğru variantla tamamlamalıyıq. Burada iki aspektə fikir verəcəksiniz. Bir paralelizm, paralellik and homogeneous parts of the sentences. Cümlənin həmciz üzvlərini bir-birinə bağlayır. Yəni, ismi bir tərəf isimsə digər isimdir, bir tərəfi sifətsə digər də sifətdir. Bir bu paralelizm deyəndə bunu nəzərdə tuturam. İkincisi isə məna baxımından hər ikisi isim olsa belə bir-birini tamamlamalıdır, yaxın mənalı olmalıdır. Təzad varsa orada and olmazdır məsələn. Ona görə də gəlin biz iki cür yanaşaq. Həm paralellik, nitq hissələri eyni olsun, həm də məna baxımından uyğun variant axtaraq. The team demonstrated exceptional throughout the crisis. Yəni bir sözlə komanda böhran boyu müstəsna nə göstərdi? Reluctance and wisdom desəm, reluctance mənfi mənalı sözdür, yəni könülsüzlük. Wisdom isə müdriklük göstərdi. Bu müsbət mənalı sözdür. Biri mənfi, biri müsbət niyə əndlə bağlansın? Bu səhvdir. Competent bu sifətdir. Amma isim olmalı idi. Competence desəydim bu isim olardı. Bunlar word family dəstliklərdə də bunlara çox yer verilir. Efficiency məsəl üçün bu səmərəlilik. Okey, bu tərəf isimdir, amma bu tərəfi sifətdir. Əndin bir tərəfini sifət vermişəm, bir tərəfini isim vermişəm. Ona görə də bu da mənfi müsbətdir. İkisi eyni deyil. C variantına baxıram. Creativity and laziness. Okey, kreativlik bu müsbət fikirdir, yaradıcılıq. Amma laziness tənbəllikdir. Onda da əndlə deyim, yaradıcılıq və tənbəllik göstərdi. Deyərdim, yaradıcı idilər, amma tənbəl olublar. Onda bir ziddiyyət bağlayıcısı verərdim. Bu da deyil. Indifferent. Different fərqlidir, amma indifferent eyni deyil ha.
In burada əks məna əlaqə deməli yaratmır. Valuable, invaluable olsun, different, indifferent olsun. Bunların ini əks məna yaratmır. Indifferent tamam ayrı bir sözdür. Indifferent laqeyd deməkdir, etinasız deməkdir. Indifferent adjectivedir, amma motivation sifətdir. Biri adjektiv, biri sifətdir. Üstə gərək məna baxımından da uzlaşma yoxdur. Yenə bir tərəf mənfi, bir tərəf müsbət, ya müsbət mənfi, yəni eyni deyil. Dedication, fədakarlıq, bu bir isimdir və müsbət bir məna daşıyır dedication. Persistence, bu da qətiyyətlilik, əzmkarlıq deməkdir. Bu da müsbət fikirdir. Gördüyünüz kimi həm nitq hissəsi baxımından hər iki tərəf eynidir, həm də məna baxımından hər iki tərəf eynidir. Komanda böhran müddətində böyük fədakarlıq və dözüm göstərdi, əzm göstərdi deyirik. Cavab Y variantı. 39-cu test tapşırığımızda biz bir paraphrasing question görürük, parafraz görürük. Sadəcə comprehension yoxlanılmır. Burada həm söz ehtiyatı yoxlanılacaq, həm də qrammatika ilə bağlı söz ehtiyatı da yoxlanır və oxuyub anlama da təbii ki öz yerində. İndi gəlin baxaq bura deməli sualımıza. The team had almost completed the project when the management suddenly decided to cancel it. Yəni cümləmizin özündə bizə deyir ki, komanda demək olar ki, layihəni bitirməyə az qal. Almost completed o demək ki, bitirməyibdi. Az qalmışdı bitirməyə. Demək olar bitirirdilər. When the management suddenly decided to cancel it. Cancel ləğv etmək deməkdir. Bir sözlə rəhbərlik qəfildən layihəni ləğv etmək qərarına gələndə decided to cancel it. Qəflətən layihəni ləğv etmək qərarına gələndə komanda layihəni demək olar tamamlamışdı. O deməkdir ki, yəni tamamlamaq ərəfəsində idilər. Az qalmışdı tamamlamağa. Mənə deyir ki, bunu parafraz et. Cancel bir şeyi ləğv etməkdir, düzdürmü? Və baxıram A variantı. The team was on the verge of completing the project when the management abruptly decided to put it off. Əgər biz burada phrasal verblərdən put off'un mənasını bilmiriksə, bu testi A variantı götürmüş ola bilərik. Çünki digər strukturlar, oxuyub anlaması, məna baxımından qrammatikası yerindədir. Sadəcə put off təxirə salmaqdır. Cancel bir şeyi ləğv etmək deməkdir. Qəflətən qərarı aldılar ki, ləğv eləsinlər. Put off isə bugün keçirtmirəm, sabah keçirdirəm. Bu təxirə salmaqdır. Put off bir şeyi delay etmək deməkdir. Cancel ləğv etmək isə bu call off-dur. Yəni bir dəfəlik ləğv edirsən, keçirtmirsəndir. Ona görə də cancel ilə put off sinonim deyil deyə bu cümlənin mənası təxirə salmaq demir. A bəndi düz deyil. B bəndinə baxıram. The team was on the verge of completing the project when the management abruptly qəflətən deməkdir. Suddenly də qəflətəndir. Call it off. Yəni bu da bilirsiniz call off, cancel ləğv etmək deməkdir. On the verge of something nədir? On the verge of nəyinsə astanasında olmaqdır. Yəni məsələn on the verge of extinction bir sözlə məsələn nəsli kəsilmək ərəfəsindədir. Ərəfəsində olmaq, nəyisə etməyə az qalmışdı kimi deyə bilərik ki, B variantı düzdür. C variantında baxmayaraq ki deyir. Burada təzad bağlayıcısından istifadə edibdir. Baxmayaraq ki komanda bitirmişdi deyir. Tamamilə səhvdir, komanda bitirməmişdi. Almost completed o deməkdir ki, demək olar bitirmişdi. Amma burada deyir tamamilə bitirmişdi. Oxumuram. Çünki səhvdir. The management suddenly decided to put off the project just as the team finished. Elə komanda qutaran kimi just as qutarar qutarmaz deməkdir da, yəni bir sözlə komanda işi bitirən kimi yox bitirməyə az qalmışdı deməlik, bu da deyil. Since the team failed to finish the project on time, vaxtında bitirə bilmədiklərinə görə management qərarı aldı ki, onu dərhal ləğv etsin. Burada səbəb-nəticə əlaqəsi verilmədi ki, vaxtında bitirə bilmədikləri üçün demədi. Sadəcə dedi ki, bitirməklərinə az qalmış ləğv edildi. Ona görə səbəb-nəticə əlaqəsi də yanlışdır. Doğru cavabımız olacaq B bəndi. 40-cı test tapşırığımızda biz bir dialoq tamamlama testi görürük. Boşluğa uyğun olan variantı artırmaqla dialoqu düzgün şəkildə tamamlamalıyıq. Our latest market survey shows that over 70% of local customers prefer shopping online now. Yəni bizim son bazar sorğumuz göstərir ki, yerli müştərilərin 70%-dən çoxu indi onlayn shoppingi xoşlayır.
We should definitely close down our physical stores to cut cost. Biz xərcləri azaltmaq üçün fiziki mağazalarımızı mütləq bağlamalıyıq. Yəni üzbəüz bu fəaliyyət göstərən mağazaları bağlamalıyıq deyir. Menecer nə deyir? That statistic is misleading because it only represents tech-savvy young adults living in the capital city. Menecer isə deyir ki, bu statistika aldadıcıdır, çünki o yalnız paytaxtda yaşayan, texnologiyadan yaxşı başı çıxan, yaxşı anlayan gəncləri göstərir, onları təmsil edir. Və boşluqda nə desə, biz geri qalan qismində boşluqdan sonraya baxıram, deyir ki, sən haqlısan. Sən haqlısan deyəndən sonraki fikri nədir? Deməli, siz gördünüz ki, deyir ki, mağaza bağlanmalıdır, amma menecer dedi ki, bu rəy düzgün deyil və nədir? Onun dediyi fikirlə analitik razılaşır ki, sən haqlısan, mən bu faktoru tamamən görməzdən gəlmişəm, nəzərə almamışam. We need a more balanced data sample before making such a major decision. Yəni, belə önəmli bir qərar verməzdən əvvəl biz daha balanslaşdırılmış bir məlumat toplamalıyıq. Məlumatımız olmalıdır. İndi baxıram variantlara bir-bir. A variantında bizə deyir ki, buna görə də onlayn reklamlarımızı, reklam kampaniyalarımızı artırmaq will easily solve our, bizim satış problemimizi həll eləyəcək. Onsuz da deyir ki, cəmaat onlayn alır, gəl bağlayaq, amma görürsünüzmü, sən haqlısan, detallı məlumat araşdırmamışam fikrinə uyğun olmalı idi ki, deməli, mağazanı bağlamamağımıza da bir səbəb gətirməliyik, argument gətirməliyik. Bu variant deyil. B variantına baxıram. B variantı modern, no. In fact, our physical stores in rural areas still account for nearly 80% of our total corporate revenue. Deyir ki, əslində, B variantında bizə deyir ki, əslində son sorğumuz deyir, göstərir ki, bizim our physical stores in rural areas still account nearly 80% for total corporate, yəni ümumi gəlirin 80%-ni elə ucqar yerlərdəki fiziki mağazalarımız deyir, təşkil eləyir. Əslində deyir, elə cavabımız bu variantdır. Niyə? Çünki sənə dedi ki, statistika aldadıcıdır. Çünki sən ancaq şəhərdə yaşayan tech-savvy generation, deyək də, texnologiyadan yaxşı başı çıxan gənclərlə statistika aparılmır. Və deyir ki, bizim əslində ucqar yerlərdə olan mağazalarımızın 80% gəlirimiz deyir, buradan gəlir. Ona görə də elə doğru cavabımız olacaq B variantı. C variantına baxırıq. C variantında isə məna nədir? Modern shoppers find online platform significantly more convenient. Yəni, müasir shopperslar, belə deyim də sizə, müasir alıcılar onlayn platformanı ənənəvi satışdan əhəmiyyətli dərəcədə rahat hesab etsinlər də onu bizim harana alış-veriş etməyimizlə əlaqəsi olmadı ki. Okey. Və daha sonra, bu da kompüterdə problem yarandı, biraz fikrim dağıldı. Okey. Deməli, bircə saniyə, bu da getdi. C variantı uyğun deyil. D variantı, I strongly suggest we immediately shut down all operations to prevent further financial losses. Deyir ki, daha çox maliyyə itkisinin qarşısını almaq üçün bütün fəaliyyətləri dərhal dayandırmağı təklif eləyirəm. Burada da, axı biz deyirik ki, düz deyirsən, biz gərək bütün faktorları nəzərə alaq fikrinə D variantı da uyğun gəlmədi. E variantı, that's exactly what we must transition all our remaining resources. Yəni, məhz buna görə də biz gələn aya qədər bütün resurslarımızı rəqəmsal infrastruktura keçirtməliyik, digital infrastructure. Və burada bizim rəqəmsal infrastruktura keçməməyimizdən söhbət getmirdi. Ona görə E variantı da doğru cavab olaraq götürülə bilməz. E variantı rəqəmsal infrastruktura keçməkdən danışdı. D variantında dedi ki, dərhal bağlamalıyıq hamısını. Görürsünüz, burada boşluqdan sonra bağlamalıyıq. Hə, mən o fikirlə razıyam, fikri deyilmədi. C variantında ümumiyyətlə müasir alıcılar onlayn platformaları xoşlayırlar. Bizim mağaza bağlamamağımıza səbəb deyil. B variantı ona görə götürdük ki, cavabda dedi ki, əslində, o deyir ki, bağlayaq, siz isə deyirsiniz ki, əslində elə gəlirimizin 80%-ni elə ucqar yerlərdə olan mağazalardan alırıq. Nəyə görə mağazanı bağlayaq ki, siz də deyirsiniz, haqlısınız. Deməli, belə önəmli qərarlardan öncə mütləq detallı araşdırma aparmalıyıq. Testimizin doğru cavabı B variantı. Bütün 40 test tapşırığının izahı ilə tanış oldunuz. Sondakı testlər sadəcə imtahan formatına uyğun tərtib edilmiş testlər idi. Amma yuxarıdan əvvəlində olan sualların əksəriyyəti isə eynən imtahana düşmüş formada testlər idi. Sağ olun, özünüzə yaxşı baxın.